şişələr sizi sevmirlər Azərbaycanda. Mən maraqlı deyil, kim məni sevir ya. Yox, xahiş edirəm. Bəli. Ola bilər, maraqlı deyil. Amma mən bir şey soruşuram. Yəni Şiə məzhəbindən olanlar sizi sevmirlər. Hənəfilər biraz sizdən uzaq qalmağı seçir. Onlar da həmçinin. Həmbəlilər demək olar Azərbaycanda yoxdur. Var, bəzi növləri var, çıxıblar təzə. Sələflərin isə bir qrupu ümumiyyətlə sizə düşməndilər. Necə ki siz dediniz ki, mən onlarla fikrən cihad aparıram. Bilirsiniz? Mübarizə aparıram. Onlar sizə nəinki fikrən, əvvəlki proseslərdə gördüyümüz kimi sizdən fiziki cihada, yəni sizi qətl eləməyə hazır. Bilirsiniz, onlar sələfi deyil. Yəni ola bilməz. Bildikdə onlar xavaricdir. Yox, bilirsiniz, ola bilməz sələfiyə qarşı özünə düşmənçiliyi öldürmək istəsin. Deməli sələf deyil o. Nədir bəs? Ona nə deyək? Onlar xavaricdir. Vəssalam. Çünki müsəlmanın qanın tökməyi caiz görən, halal görən, o artıq müsəlman xavaricdir, sələf ola bilməz. Sui-qəsd təhlükəsi var bu gün sizin üçün, sizcə? Bilirsiniz, sui-qəsd həmişə var, təhlükə. Axırıncı və nə vaxt olub? Mən maraqlı olmayıb ona görə. Məncə 2008-də. 2008-də məsciddə. Yox, bombadan sonraydı axı. Bir dən də oldu sizə qarşı. Şiə qardaşlarının həmləsi oldu sonra. Ola bilər, amma ən belə yadda qalan oldu. Başqa olub? Bilirsiniz, ola bilər, nəsə qruplar alınmayıb. Mənim xəbərim yoxdur. Təbii ki, cəhddən danışıram. Sizin xəbəriniz yoxdur. Mən bilən 3 yadımdadır, 3-ü. 3-ü yadınızda. Sadəcə amma Allah... bu sizi geri qaytarmır da. Yox, əlbəttə mən heç nə o hadisələr mən heç nə dəyişmədi fikrimi. Bəs o sui-qəsddə ölsəydiniz, sizə şəhid statusu vermək olardı? Dini baxımdan. Bəli. Bəli. Dini baxımdan bəli. Çünki şəhid 3 qismdir İslamda. Çünki siz cihadda şəhid olursunuz. Hə, çünki onlarla mübarizə aparmaq, alimlərdən deyənlər var ki, xavariclərlə mübarizə aparmaq cihadın növlərindən biridir.